Çok değerli Karavanlar Sanat izleyicileri, eee, Azerbaycan'dan merhabalar diyorum. İyi seyirler diyorum. Umarım haftalardır Azerbaycan'daki şairleri, yazarları, sanatçıları dinleme fırsatınız olmuştur, tanıma fırsatınız olmuştur. Bu haftaki konuğum Ali Emirov. O da şair ve felsefe doktoru. Kendisi donanımlı bir insan. Eee, Azerbaycan tarihi ve felsefesi üzerine de çalışmaları çok olan, bilgi birikimi çok olan bir insan. Ali Bey hoş geldiniz. Hoş gördük Mahmud Bey. Nasılsınız? Çok sağ olun. Sizi görməyimizə çok şadıq. Biz sizin haqqınızda çok güzel sözler eşitmişik. Sizi tanıyırıq, şəxsən görüşmüşük. Bizim Sumqayıt Dostlar Qrupuna sizə xüsusi hörməti var və siz də oranın deməli fəxri üzvüsüz sözsüz ki. Evet. Biz öz dostumuzu Azərbaycanda, Sumqayıtda görməyimizə çok sevinirik. Var olun, hoş gəlmisiniz. Var olun, siz de var olun. Evet, dostlar, bizim programımız gerçekten Karavanla Sanat programı. Gittiğim her yerde hani izlemeyenler de oluyor. Şimdi öyle bir ukalalık yapmak istemem, doğruyu söylemek gerekirse, ama Azerbaycan'da izlendiğini biliyorum. Dostlarımız bizi burada izliyor ve izledikçe başkalarına da anlatıyor. Biz de zaten buraya bu yüzden geldik. O kadar güzel tanıyorlar ki bizim kanalımızı, HRT'yi izliyorlar. Karavanla Sanat'ı izliyorlar, Müebbet Aşk'ı izliyorlar. Burada hatta böyle dost sohbetlerinde şiirlerimizi okumamızı da istediler. Bu da bizi gururlandırdı. Hatta bazı arkadaşlarımız bizim şiirlerimizden örnekler okudular bize. Bu bizi daha da bahtiyar etti. Şimdi ben tabii uçakta buraya gelirken duruma da demiştim ki ikinci ülkeme gidiyorum yılbaşına diye. Gerçekten burada bizim aslında ikinci ülke dediğimiz bana göre tek ülke de sevildiğimizi ve sevdiğimiz yerlerde olmak bizi mutlu ediyor. Şimdi burada çok şeyler öğrendim. Yani 15 yılda, 2010'dan bu yana 15 yılda buradan Asya'dan, yani daha doğrusu Türkistan bölgesinden, hani Orta Asya deniyor ama aslında Orta Asya tanımını çok seven biri değilim ben. Bu bölgelerin tamamen, yani milyonlarca kilometrelik kare alanı Türkistan coğrafyası. Buradan Anadolu'ya baktığımız zaman, tarihe baktığımız zaman birçok şey farklı görünüyor. Şimdi burada bu konulara değineceğiz. Ali Bey bu konularda ehil bir insan, söz sahibi bir insan. Umarım siz de dikkatlice dinlersiniz ve araştırın aynı zamanda. Sadece dinlemeyin. Her zaman söylerim. Hiç kimseye tamamen güvenmeyin. İyice araştırın. Biz de dahil olsak. Şimdi Ali Emirov kimdir diye birisi sorsa kendinizi nasıl tanıtırsınız? İzleyicilerimiz de sizi bir tanısın. Deməli, Ali Emirov Şirvanda doğulub, Şirvan Şamağı bölgesinde. Şamaxı bölgəsində, bəli, Şamaxı bölgəsi Azərbaycanın ən qədim, ən keçmiş, Evet. dövlətçilikdə ilk olan bir... Şirvan Şahların olduğu bölge. Bəli. Və Azərbaycanın olduqca çoxlu tanınmış ədəbiyyat sahəsində, şairlik sahəsində, digər sahələrdə tanınmış Şirvanilər adı ilə tanınmış, təxəllüsü ilə tanınmış insanlar məşhur olur və mən fəxr edirəm o doğulduğum yerlə, sözsüz ki. Amma ilk növbədə əlbəttə biz Azərbaycanlıyıq, Azərbaycanımızı sevirik. Ondan sonra mən 22 yaşımda, deməli, gəlmişəm Sumqayıta, 22 yaşında universiteti bitirəndən sonra və indiyə kimi də Sumqayıta bağlıyım. Mən özümü artıq Şirvanlıdan çox Sumqayıtlı hesab edirəm. Sumqayıt ümumiyyətlə bir şəhər olaraq kiçik bir Azərbaycan deyiblər Sumqayıta. Deməli, ona görə ki, Sumqayıtda Azərbaycanın hər bölgəsindən insanlar burada mütəxəssislər, gənc bir şəhər olub. Sumqayıt şəhər demək olar ki, mənlə yaşıdlı bir şəhər olaraq yaşıdlı. Və o vaxt mən bura gələndə gənc mütəxəssis kimi gəlmişəm. Neft, kimya, avtomat deyilən elmi tədqiqat layihə institutunda
başlamışam elmi işlərə texniki sahədə, avtomatlaşdırma sahəsində. Ondan sonra etap-etap keçərək sonrakı 25 il deməli direktorluğa qədər, sonrakı 50 il orada işləmişəm. Sonrakı 25 il isə oranın baş direktoru olaraq işləmişəm. Demək, o işlədiyim təşkilat əsasən nə ilə məşğul olub? Maraqlıdırsa bu haqda da bir neçə kəlmə deyim. Neft sənayesinin avtomatlaşdırılması prosesi ilə biz məşğul olmuşuq. Böyük layihələrimiz olub. Bizim işlərimiz çox yerlərdə, bütün SSR o vaxt SSR idi. SSR-nin bütün regionlarında tətbiq olunub. Hətta o vaxtda İraqda da, İraqın o vaxtki vaxtlarında İraqda da tətbiq olunub, çox tətbiq olunub. Mən o öz işlədiyim sahəni çox sevirəm. Orada indi hətta Respublikanın əməkdar mühəndisi adı almışam. Bəli, o çalışdığım, əldə etdiyim nəticələrə görə. Amma hərdən bir gizli-gizli şeirlər yazmağım da olurdu. Hətta mən sizə bir şey deyim ki, deməli mən... Ürəkdə hep vardı şiir. Bəli, demək, qəzəllər yazılır, əsasən klassik əsərlər yazılır da əruz vəznində. Heyza vəzni, sərbəst şeirlər sonradan yaranmalardır. Bizim bütün deməli əruz vəznində yazılırdı. Mən texniki sahənin adamı olaraq əruz vəzninin riyazi modelləşdirilməsi ideyasını qoydum ortaya ki, əvvəl deməli əruz vəzni ərəblərdən farslara, farslardan da türklərə, Azərbaycana və s. keçib və çox gözəl şairlərimiz olub. Bütün bəli, Nizami, Xəqani, nə bilim, Nəsimi, sözsüz, Füzuli və s. də çoxlar, saymaqla qurtarmaq olmur. Maraqlıdır ki, mən bu əruz vəznini özüm öyrənməyə çalışmışam ki, bu nə olan işdi görəsən. Axır ki, özüm üçün araşdırdım ki, əruz vəzni sən demə, uzun və qısa hecaların müəyyən ardıcıllığı gözləməyə deməli söykənir bu məsələ. Yəni ki, o bir musiqi yaradır, ritm yaradır. Əruz vəznində yazılmış hər bir şeirin özünün ritmi olur, özünün qəlbi olur deyirlər, belə deyirlər. Və mən neynədim? Deməli, belə bir söz var, velosiped ixtira edir ki, ixtira etdi istifadə etmək üçün. Deməli, mən də bu əruz vəznini öyrənmək üçün istər-istəməz mənə asan gəldi ki, uzun hecəyə mən 0, qısa hecəyə mən vahid deyərək maşın dilinə, elektron hesablama maşın dilinə bunu çevirdim və gördüm ki, sən demə bu çox asan bir şeymiş. İlginç olmuş. Və buna ixtira kimi məndən qəbul elədilər və mənim o deməli əsərimdə o bütün qəlblərin riyazi modelləşdirilməsi var. Məsələ bundadır ki, bu riyazi modelləşdirmə, bu riyazi dil, maşın dili beynəlxalq dildir. Bütün dünya üçün qəbul oluna bilir. Maşında kodla, ikilik kod sistemi ilə yazırsan informasiyanı gedir. Deməli, mən də həmin o deməli, əruz vəzninin ikilik kod sistemində yazmaqla bunu aydınlaşdırdım və bunu təkcə ərəblərin, farsların, türklərin deyil, bütün dünyanın qəbul edəcəyi, başa düşəcəyi bir dilə çevirdim. Hətta bunu proqramlaşdırılmaqla, kompüter vasitəsilə təyin eləmək olar ki, bu şeirin harası səhvdir, harası düzdür və s. Yəni belə bir maraqlı cəhət oldu. İlginç olmuş. Bir örnek var mı? Bir şiir okuyalım mı? Deməli, mən birinci şeir əlbəttə oxuyarım. Tamam. Birinci şeir öz Sumqayıtımız haqqında olur deyərdim. Mən Sumqayıtı çox sevirəm, ona görə icazə versin. Bizim Anadolu'da da bir söz vardır. Doğduğun yer mi, doyduğun yer mi? Bəli. Buyurun. Möcüzə yaradıb
əməlləri ilə can qoyub əroğlu ər Sumqayıtda, səplib torpağa tər gilə-gilə, güllərə çevrilib tər Sumqayıtda. Sumqayıt kiçik bir Azərbaycandır. Ulu öndərimiz deyib haçandır. Burada gör insanlar nə mehribandır. Yığışaq, süfrəni sər Sumqayıtda. Tanrım sığal çəkib bu gözəl yurda. Zikr edən buradadır, şükr edən burada. Bir zərrə payım var böyük uğurda. Hər zərrə sayılır zər Sumqayıtda. Bir zaman dünyanı gəzdi bədxəbər, düşmən hiləsinə tuş gəldi şəhər. Şükr olsun, xeyirlə açıldı səhər. Yenildi xeyrə, şər Sumqayıtda. Gəldi bu şəhərin gözəl çağları, bizim üçün bəzənib, gəzək bulvarı, ələmi bir gül dər, sevindir yarı. Güllər gözəlini dər Sumqayıtda. Maşallah. Deməli, Sumqayıt şəhəri sevimli şəhərimdir. Yaxşı. Mənim yetişməyim üçün, mən inkişaf etməyim üçün bu şəhərin deməli böyük rolu olub. Böyük. Peki şimdi ben de Sumqayıt'a son 6-7 yıldır geliyorum. Yani Bakü'ye her geldiğimde direkt uğradığım yerlerden biri. Siz şimdi 22 yaşında geldim dediniz ya. O zamanki Sumqayıt'la şu anki Sumqayıt arasında nasıl bir gelişme ya da farklılıklar oldu? Bize de Sumqayıt'ı biraz anlatır mısın? Çox düzgün qeyd elədiniz. Yerlə göy qədər fərq var. Deməli, o vaxtda Sumqayıt şəhəri yaradılanda sənaye şəhəri kimi yaradılıb. Məsələ bundadır ki, yönəltmişlər bura bütün havası, iqlimi korlanmışdı. Hətta ölü zona dedilər. Sovyetler döneminden bahsediyor. Bəli, Sovetlər dövründə əlbəttə ki, fikir belə idi də. Məqsəd bu idi ki, qoy bütün zirzibilli yerlər burada olsun. Çox çətin bir, hətta şəhərdən bir yerdən başqa yerə gedəndə biz bilirdik ki, bu filan zavodun dumanıdır, çənidir gəlib, iyindən, qoxusundan bilirdik, bu filan zavod. Elə bir şəraitdə. İndi isə Sumqayıt tərtəmiz, gözəl şəhərdir, gözəlləşib. Evet, Bu çok olub güzel. son, tutaq ki, 20 ildə, nə bilim 30 ildə bir. Axır ki, Azərbaycan ayrılandan sonra, Evet, azadlığından sonra. özünə o ölü zona deyirdilər o vaxtı. İndi isə Sumqayıt gənclik şəhəri, gözəl bir şəhərdir, tərtəmiz. Zavodlar da var, amma iqlim, ətraf mühit korlanmır. Bunun özü böyük şeydir. Deməli, Sumqayıtımızla fəxr edirik. Mən Sumqayıtı çox sevirəm, həddimdən artıq çox Evet, çok sevirəm. güzel. Bura bağlıyam. Evet, Mən deməli bir şey də deyim sizə. Buyurun. Deməli, mən şairliyimi qeyd elədiniz. Mən şairliyim 60 yaşından sonra başlayıb. Ama birikim olmuş, değil mi? Bəli. Böyle ara ara hep yazmışsınız. Bəli. Gənclik vaxtında da yazmışam, amma açığı deyim ki, mən onu gizlədirdim. Müəssisə rəhbəri şeir yazsın, biraz bir təhər baxardılar. Sonralar isə 60 yaşından sonra mənim kitabım çıxdı. İlk kitabım. Sonra daha bir kitabım çıxdı. Sonra daha bir. İşte birikmiş hepsi. Hə? Birikmiş, çoğalmış hepsi. Bəli, yenə də deməli Maşallah. olacaq, hələ bir-iki kitab da hazırlanır. Bugün İnşallah. sabah Evet. olacaq. Nəysə bilmirəm. Bu nə məsələdirsə 60 yaşından sonra məndə həvəs yarandı ki, belə. Deməli, əsasən mənim şeirlərim əlbəttə müxtəlif sahələrə aiddir. Şairlərin əvvəlcə, hər şeydən əvvəl məhəbbət şeirlərdir. Bu icazə versəz bir dənə də şeir Olur, oxuyarım. var mı? Muhabbet şiiri. Pıçıldaş mənimlə çiçək dilində. Sən heç bilirsənmi mənim nəyimsən? Köksümə sığınıb eşit, deyim sən mənim ətirli ağ çiçəyimsən. Qoxlayım, oxşayım, solma əlimdə. Pıçıldaş mənimlə çiçək dilində. Elə pıçıldaşaq bilən olmasın. Bu dəli sevdaya gülən olmasın. Sevgidən bizim tək ölən olmasın. Çək aləmində.
çiçək selində. Pıçıldaş mənimlə çiçək dilində. Çiçəklər gör necə pıçıldaşırlar. Əsirlər, coşurlar, qucaqlaşırlar. Sevib bir-birinə nəğmə qoşurlar. Nə böyük sevda var çiçək çölündə. Pıçıldaş mənimlə çiçək dilində. Ruhlar aləmindən toxun əlimə. Biraz da yaxın gəl, yaxın əlimə. Mələklər həsədlə baxın əlimə. Ayıra bilməzmiş bizi ölüm də. Pıçıldaş mənimlə çiçək dilində. Bilməzdim. Doğrusu Julietta varmış. Mənim üçün özünü oda yaxarmış. Keçibdir o aləm. Uzaqda qalmış. Gülümsə önümdə çiçək telində. Pıçıldaş mənimlə çiçək dilində. Pıçıldaş, pıçıldaş çiçək dilində. Oh, maşallah. Çok sağ olun. Yüreğine sağlık. Çok Allah yaşlı sağ olun. şiir olmuş, mısralar olmuş. Değerli izleyiciler, ben de Sumgayit'ta gerçekten de her geldiğimde çok daha modernleşti. Temizlik de öyle. Gerçekten şehir de temiz, güzel. Yollar geniş. Görüntüleri de zaten izliyorsunuzdur. Şimdi bir şehir kültürü gerekir aslında. Biz medeniyet dediğimiz şeyi büyük ve pahalı binalar dikerek hani zannedenler için söylüyorum, zannetmemek gerekiyor. Asıl medeniyet insanın elinde yediği bir şeyin kabını, çöpünü neyse yere atmamasıdır. Araçlardan dışarıya bir şeylerin atılmamasıdır. Azerbaycan genel olarak bu şekilde. Ama Sumgayit'te daha böyle biraz da işte Ali Bey'in bahsettiği gibi bir sanayi şehri gibi yapmaya çalışırken sonradan tabii Sovyet döneminde tabii Rusya kendi içini güzelleştirirken Türk Cumhuriyetlerine yani bu bölgelere genellikle bir anlamda atık malzeme muamelesi yapmış yani. Bunları görüyoruz yani nükleer santrallerden bilmem nelere kadar işte uzay üslerine kadar kendine zarar verecek şeyler dışarıda olmuş. Burada da sanayi şehri aynı şekilde mantıkla yapılıyor. Ama tabii bunlar azatlıktan yani özgürlükten sonra Azerbaycan Cumhuriyeti kurulduktan sonra derli toplu hallere girmeye çalışıyor. Şimdi kolay değil. 30 senede 40 senede bir devletin ayağa kalkması kolay değil. Devlet kültürü gerekir. Devlet kültürü dediğimiz şey de Azerbaycan coğrafyasında var. Nereden var? Hanlıklardan beri var. Şimdi Ali Bey'e ben bu konuyu da soracağım. Azerbaycan'daki hanlıklar. Bize ve izleyicilerimize biraz hanlıklardan bahseder misiniz? Mesela Şirvanşahlar'da şahlık var. Evet. Bu bölgelerde hanlık var. Önce biz hanlıklar kısmından başlayalım. Sonra Şirvanşahlara geçelim. Oldu. Deməli, əlbəttə xanlıqlar deyəndə birinci Qarabağ Karabağ yadımıza hanlığı. düşür. Evet. O Qarabağ həm Azərbaycanın mərkəzindədir, belə deyək, Evet. həm də Azərbaycanın ən gözəl yerindədir. Həm də o Azərbaycanın ürəyidir, elə bil ki. Sözünüzü bir keseyim. Unutmayın sakın. Değerli izleyiciler bir hatırlatma, bir dipnot gene. Tarihsel bir dipnot. Bugün Ermenistan toprakları olarak görünen ve Ermenilerin, Ermenistan devletinin işgal ettiği Karabağların bizim demesi aslında şöyle çok ironik bir şaka gibi bir şey. Çünkü Ermenistan'ın kurulduğu topraklar da normalde tarihte Azerbaycan toprakları değil mi? Əlbəttə ki. Yani aslında Ermenistanlıların, Ermenilerin, yani bunu kötü anlamda söylemiyorum, yanlış anlaşılmasın. Ama onların bir devleti, bir toprağı yok. Normalde bu coğrafyalarda Ermeniler yaşıyor mu? Yaşıyor. Halen de var bildiğim kadarıyla. Bəli. Halen de var ama onlara bu devleti kurma ve Azerbaycan'ı küçültme projeleri Rusların projeleri. Doğru mu? Əlbəttə ki. Dolayısıyla yani Ermenistan'ın bugün devlet olarak bulunduğu topraklar aslında Büyük Azerbaycan coğrafyasına ait bir toprak bütünü. Azerbaycan'ın 1912'li sınırlarına baktığınız zaman bunu çok rahat görebilirsiniz. Dediğim gibi ya ben 2010'lardan bu yana bu bölgeleri çok araştırıyorum. Olabildiği kadar eksiğimle gediğimle yapmaya çalışıyorum ama gördüğüm şey Azerbaycan toprakları azar azar hep ellerinden alınmış. Mesela Karabağ'ın işgal edilmesiyle birlikte Anadolu'yla yani Türkiye ile bugünkü Türkiye ile Nahçıvan biliyorsunuz sınır. Nahçıvan'la arasına giriyor. Azerbaycan Nahçıvan arasına bir
hançer gibi Bəli, saplanıyor bağlanan Zəngəzur. Zengezur koridoru. Şimdi bizim hedefimiz bütün bu coğrafyada bu koridorun açılması. Biliyorsunuz geçenlerde gene Amerika el attı. Trump koridoru dendi adına ve 99 yıllığına bir Amerikan firmasına verildi. Gene ne Azerbaycan'ın ne Türkiye'nin kontrolünde değil. Tabii Türkiye gözlemci, Azerbaycan gözlemci. Fakat o koridorun açılması şu anlama gelecek. Bugün e, Türkiye'nin Trakya'sından çıkan, Erzurum'dan, Diyarbakır'ından çıkan bir araç ailecek diyecek ki ben işte bir gezeyim şöyle ta Kazakistan'a kadar. Buradan bir girdi mi Zengezur koridorundan sonra Hazar Denizi'ni feribotla geçecek. Şu anda yok tabii. Sınırlarda araç girişi çıkışı yok. Sadece tırların gıda malzemelerinin giriş çıkışı var. Onun da tabii siyasi ya da farklı sebepleri var. Onu tam bilmiyorum. Araştırmadım da ilgimi de çekmedi. Ama şu bir gerçek en azından Azerbaycan'a kadar Zengezur koridorundan çok rahat ulaşabileceksiniz. Bu dipnotta söylemiş olayım. Buyurun siz devam edin. Deməli, həmin ermənilər deyir, bu haylardır. Sonradan ermənilər deyilib buna. Bunları yerləşdirməkdə Rusiyanın, Rus imperializminin məqsədi o idi ki, Türk dünyasını parçalasın. Evet, parçalasın. Hal-hazırda da bu hissə, bax bu Zəngəzur hissəsi Türkiyə ilə Azərbaycanın əsas hissəsinin birbaşa əlaqəsini kəsir. Bunu çox dövlətlər istəmir. Çünki Türk dünyası bütövləşə bilər, Türk dünyası güclənə bilər. Onlar Türkün gücünə yaxşı bələddirlər, yaxşı bilirlər ki, bu nə deməkdir. Ona görə o məsələni çox uzadırlar. Amma bunun xeyri yoxdur, bu geci-tezi var. Türk dünyası Azərbaycan vasitəsilə bütün Orta Asiyaya, Xəzərdən keçməklə birləşir artıq. Və birləşəcək də. Evet, şimdi Hanlıklara geri dönelim. Biraz konu dağılmasın. Bəli. Deməli, sonra Quba xanlığı olub. Evet. Ondan sonra Gəncə Gəncə olub. xanlığı. Gəncə əsas bu. Çok, tabii bu Azerbaycan'ın başkentlerinden biriydi değerli izleyiciler. Bunu da Bəli. unutmayalım. Genci çok büyük bir şehirdir. Hatta Nizami Gencevi'den ismini alan bir yerdir. Nizami Gencevi'yi tanıyın. Nizami Gencevi'nin internetten araştırın, eserlerine bakın. Hamza Nigari'yi araştırın. Bunlar çok büyük. Nesimi'yi araştırın. Yani bu özellikle de Gence çok ciddi tarihsel bir birikimi olan şehir değil mi? Bəli. Gəncə xanı Gəncə xanlığı. xüsusilə döyüşüb, canından keçib, vuruşub, o deməli Gəncəni təslim etmək istəməyib. Amma bu nəhəng dövlətlərin siyasəti sözsüz ki, bu kiçik xanlıqlara qarşı aydın məsələdir, o siyasət gedib. Azərbaycan Allaha min şükürlər olsun ki, indi bu xanlıqlar, filanlar hamısı yavaş-yavaş bütöv Azərbaycana çevrilir. Qərbi Azərbaycanda geci-tezi var. Ermənistanın özü hansı ki, hal-hazırda yerləşir. Onun da geci-tezi var. Sülh yolu ilə də olsa, Azərbaycanlılar hökmən orada yerləşəcəklər. Bu türklər orada yerləşəcəklər. Çünki biz bizim millət olaraq, türk olaraq, Azərbaycanlı olaraq biz torpağa bağlı insanlarıq. Heç vaxt torpağımızı atıb arasa çıxıb gedən deyilik. Amma ermənilərdə o xasiyyət yoxdur. Ermənilər yerə bağlı deyil, torpağa bağlı deyil. Onlar üçün fərqi yoxdur. Burada olsun, orada olsun. Ona görə bunun geci-tezi var. Bir insan kimi onunla hamıya hörmət eləmək lazımdır. İnsan olaraq, yaxşı insandırsa, yaxşı vətəndaşdırsa. Doğru. Heç bir fərqi yoxdur. O milliyyəti nədir? Tək ki, o yaxşı vətəndaş olsun, yaxşı əxlaqlı, bayaq siz öz söhbətimizdə böldünüz, əxlaqlı və əxlaqsız insanlar var. Tək ki, əxlaqlı olsunlar. Yüreğinize sağlık. Çok güzeldi şiirler. Şimdi bir de sizin de doğup büyüdüğünüz yerler diyelim. Sumgayit bölgesinde, Şamaxı bölgesinde Şirvanşahlar vardı. Tarih kitaplarından da biliyoruz Şirvanşahları ama bir de sizden dinleyelim. Şimdi orada şahlık var, geri kalanlar hanlık. Orada niye şahlık vardı mesela? Deməli, Şirvanşahlar.
Bəli, elə olub ki, şahlıq orada olub və bu şahlığın olması ilə də bütün istər-istəməz paytaxt olan yerdə mədəniyyət mərkəzi yaranır. Bütün ətrafda olanlar hamısı sözsüz ki, gəlir Şamaxıda oxuyur, inkişaf eləyir və s. və s. Və 400 nəfərdən artıq Şirvani təxəllüsü ilə şairlər, yaradıcı insanlar var ki, tarixdə qalıblar onlar. Deməli, o istər-istəməz bu nəhəng bir dövlət olub. Azərbaycanın dövlətçiliyi tarixində Çox eski tarihi hə, var. hə, Tabii. o Köklü, kadim bir coğrafya burası. təəssüflər Evet. təəssüflər olsun ki, bizim millətdə biraz belə bir zəif cəhət var. Tez bölüşmək Evet. bir-birinə. Ona görə, ona görə burası benim, şurası senin. bəli, bəli. Ona görə o xanlıqlar və s. və s. yaranıb. Bu Azərbaycanın xeyrinə, Azərbaycanın ümumilikdə bütövlüyünün xeyrinə olan bir iş olmayıb. Olmuyor çünkü bir de bu durumda ta eski Ruslardan bu yana biz coğrafyada hanlıklar olduğundan kolay lokma olmuş. Çabuk Bəli. dağılmış. Bəli, bəli. Sonra Rusiyanın siyasəti var daha, Rusiya Evet. imperiya. Bunların arasında bir-biri ilə Kavga ettirme, bəli, qələbə arasına ettirme və beləliklə Azərbaycanı özünə daha da çox tabe zararlar etmək, veriyor. özündən asılı eləmək olub belə şeylər. İndi Qarabağdan danışdıq. Qarabağ bizim mədəniyyət mərkəzimizdir, sözsüz ki, mədəniyyət mərkəzi kimi tanınır. Qarabağda Şuşadan bahsedelim. bəli, oradan, gözəl Qarabağ'da oxuyanlar, güzel Şuşa misal üçün, gözəl oxuyanlar. Xankəndinin də öz yeri var, amma Şuşa bir başqa aləmdir də. Şuşa bir başqa və bu yaxında bu illər ərzində, yaxın illər ərzində oranın azad olmağı və yeni quruculuq işlərinin orada aparılmağı bizim xalqımız üçün çox böyük başucalığı gətirir. Amma bunları əldə etmək üçün bizim oğullar can qoydu. Vuruşdular. O Şuşayan o dağlarına, qayalarına birbaşa dırmaşıb heç bir şeysiz girib vuruşdular, döyüşdülər. Ondan sonra düşməni təslim elədilər. Mən şəhidlərə aid sözsüz ki, Allah onlara rəhmət eləsin. Onlar bizim boynumuza haqqı böyükdür, sözsüz ki. Və onları, mən xeyli şeirlərim var onlara da aid. İcazə versiniz bir dənə də şeir oxuyardım. Tabii onlar buyurun. haqqında. Olar. Bir deməli Şəhidlər Xiyabanında Bakıda gördüm ki, bir atası, şəhidlərdən birinin atası həddindən çox ağlayır. Bunu mümkün deyil də bunu izah eləmək ki, ağlama, heç demək də düzgün deyil. Amma mənim fikrimdən keçdi ki, şəhidin ruhu öz atasına nə deyir, nə müraciət edir? Yaxşı. Ağlama, ağlama atam, əzizim. Kişilər hönkürüb ağlamaz axı. Allah hüzuruna gedirəm özüm. Ağlasan yanında saxlamaz axı. Şəhid atasısan, fəxr elə daha. İgid ol, cəsur ol, sən demədinmi? Səni tapşırmışam dedin Allaha. Allah sənlə olsun. Söyləmədinmi? Vətən məhəbbəti, el məhəbbəti, demişdin hər şeydən üstündür üstün. Mənim əvəzimdə olsaydın qəti, sən də can verərdin bu vətən üçün. Yapış nəvələrin ta əllərindən. Axan göz yaşını sən Allah gizlə. Öpürəm ağlayan o gözlərindən. Sən də nəvələri öpüb əzizlə. Sən də nəvələri öpüb əzizlə. Maşallah. Allah rəhmət eləsin. Allah rahmet ruhları eylesin onların şad hepsine. olsun. Tabii vatan onlara borçlu. Bəli, Borçlu. əlbəttə. Biz hər birimiz onlara borcluyuq. Evet. Hər birimiz borcluyuq. Şimdi şöyle bir şey diyeceğim. Hem bir soru hem de düşüncenizi soruyla birlikte öğrenmek istiyorum yani. Şimdi ben Kazakistan'a da gittim. Siz gittiniz mi diğer taraflara? Şimdi Kazakistan'da Kazak Türkçesini
Kazaklar da Türkçe konuşuyor. Tabii Kiril alfabesinden olduğu için çok anlayamıyorum ben ama e, yavaş yavaş anlıyoruz her gittiğimde. Şimdi Azerbaycan Türkçesini bilen biri Kazakistan'da rahat konuşabiliyor mu? Ya da Özbekistan'da rahat, Kırgızistan'da rahat konuşabiliyor mu? Deməli, vaxtilə Bir zorluk var değil mi? bəli, bəli, vaxtilə Azərbaycan dili ümumən Umumen. bütün yerlərdə asan başa düşülən dil olub. De, Hətta Avropalı bir tanınmış məşhur deyib ki, Azərbaycan dilini bilməklə bütün bu deməli Qafqazı, ondan sonra Orta Asiyanı gəzib rahatca danışmaq olar. Hətta keçmişlərdə, mən sizə deyim ki, keçmişlərdə poeziya dilləri bunların eyni olub. böyle. Bir-birini rahat başa düşürlərdi. Sonradan bizim əlifbalarımızı Rusiya parçaladı, dəyişdi. Yani Hərəni bir sen Kazaksın, Bəli, sen bəli, Özbeksin, bəli, bəli, sen bəli, Kırgızsın, bəli. sen Azerbaycanlısın. Bilirsən, mən onu başa düşürəm. İmperialisti başa düşürəm. Onu üçün elə eləyib. Hele. Ona lazım deyil axı bizim bütövlüyümüz. Bunun birliyimiz bir deyil. Ona görə bunları adlarını da fərqləndirdi. Dillər də nisbətən bir-birindən uzaqlaşdı. Peki o zaman şöyle fikrinizi almak istiyorum. Şimdi bu durumda Azerbaycan'ın nüfusu 10 milyon kadar. Hatta 2 milyonu belki Türkiye'de yaşıyor. Kazakistan, Özbekistan, Kırgızistan ve Azerbaycan'ı hepsinin nüfusları yani yaklaşık bir 60 milyon kadar. Özbekistan nüfusu 35-40 milyon. 60 milyon kadar. Şimdi hepsi ayrı ayrı bir dil konuştuğu için ve birbiriyle anlaşamadığı için size göre Türkiye Türkçesinin bu hani ortak alfabe oluşturuldu ya, yeni alfabe Evet. harfler oluşturuldu ya. Bununla birlikte bu ortak alfabede Türkiye Türkçesinin bütün coğrafyada konuşulması daha sağlıklı mıdır? Sizin başka düşünceniz var mı? Deməli, Türkiyə türkçəsi əlbəttə ki, 80 milyondan yuxarıdır da. Yukarıda, Yəni 90 milyon. sayla götürəndə də o çoxdur. Amma Türkiyə türkçəsini də dəyişiblər. Değişirler. Evet. Dəyişiblər. Evet. Mən sizə bir söz deyim. Mən təxminən keçən 1996-cı ildə ilk dəfə Türkiyəyə gedərkən sevinə-sevinə Evet. getmişdim. Ankara'da olmuşdum. Bir həftə olmuşdu. Bir taksiyə mindim. Şəhəri gəzib gəlirdim. Böyle. İstədim ki, Türkiyə türkçəsinin, türk ləhcəsində də, Türkiyə ləhcəsində bu sürücüyə izah eləyim ki, mən hara gedirəm. Ha. Məndən soruşdu ki, sən haralsan? Ha. Dedim ki, Bakı, Azərbaycan. Dedi, gəl belə eləyək. Sən öz dilində danış. Böyle. Mənim ata-anam Anadolu'da olur da. Evet. Ata-anam sənin dilində danışırlar. Doğru diye. Çox uyğundur. Sizin Azərbaycan dili Anadolu'ya yaxındır, uyğundur. uygundur. Hə. Yəni sən öz dilində danış, mən səni başa düşəcəm. Dedi, heyf ki, bizim dilimizi o vaxtı biraz Avropalaşdırıblar. Bir balaca Avropalaşdırıblar. İndi o da Atatürk'ün Allah ona rəhmət eləsin, böyük işlər görülüb, siyasətlərindən biri idi. Ona qarşı da təzyiqlər vardı ki, o hansı yol tutacaq, hansı siyasəti götürəcək, görək Avropaya qarşı mı olacaq, yoxsa Avropa istiqamətində mi gedəcək? Buna sözsüz ki, var idi. Mən bugün əlbəttə siz türk ləhcəsi, Türkiyə ləhcəsində danışdınız, mən Azərbaycanda danışırıq. Anlaşabiliyoruz. Rahatca bir-birimizi başa düşürük. Bir cüzi bir balaca uyğunlaşandan sonra biz onsuz da bir-birimizi başa düşəcəyik. Və biz istər-istəməz qaynayıb qarışacaq. Bizim dilimizdən nələrsə xoşa gələn siz götürəcəksiniz. Əksəriyyətin sözsüz ki, daha indi dünyada tanınmış dildir, türk dili Birləşmiş Millətlər Təşkilatında qəbul olunmuşdur. Bu da bizim fəxrimizdir. Ümumi əlifbanın olması əsas vacibdir. Ümumi əlifbanın olması da müxtəlif səslər var. Misal üçün, türkçəsində, əlifbasında ə hərfi, ə səsi var, amma ə hərfi yoxdur.
Burada ters yazılan Bəli, E'den bəli, bahsettim. bəli, bəli. Bunu dikkat etmişsinizdir değerli izleyiciler. Bir ters yazılan E vardır. O Bəli. ses A ile E arasındaki bir sestir. Haşa. O Azerbaycan Türkçesinde var orada. Misal üçün mən Türkiyədə olanda mənə Əli bəy demirdilər, Ali bəy deyirdilər. Ali Bey der. Ali bəy necəsiz? Ali bəy, hə. Aydındır da bu əslində Ben de aynı şekilde söyledim. Kolay anlaşılsın diye. Aslında Ali. Yani orada E ile A'nın arasında farklı bir ses çıkıyor. Evet. Elədir. Yəni ən əsas birinci məsələ ümumi əlifbanın olmasıdır. ortak olması. İndi buna doğru addımlar atılır. O zaman iyiye gidiyor bu durum. Bəli, bəli. Ondan Şimdi Özbekistan'da da Kiril alfabesinden ayrılıp Latin alfabesine geçildiğinden bu yana ben 2 defa Özbekistan'a gittim bu yıl. Rahat anlaşabiliyoruz artık. Yani. Özbekistan asandır. Rahat anlaşabiliyoruz, böyle konuşabiliyoruz. Bu durumda bir 10 sene içinde umuyoruz Anadolu'dan bu tarafa hep güzelce anlaşırız. Çünkü aynı dili konuşan insanlar kavga etmez. Kavga etse bile konuşarak bir şekilde çözer. Bəli. Misal Özbekistanla biz bir-birimizi daha rahat Sizde çok da Azerbaycan Türkçesi, lehçesiyle Özbekler daha kolay anlaşıyor. Onu görüyorum. Əlifbasında da oxşar sesler var. çoxdur. Poeziyasında da oxşar. Öyle. Misal üçün Türkmenlərdə sait deyirik də, saat Ə, İ, O, Ü. Evet. Onlara Türkçe bilmirəm, Türkiyədə bilməm bu hərflərə nə deyirlər. O üçün yəni bu hərflər Türkmənistanda azdır. Az. Ona görə onlarda hətta şeiriyyat o qədər inkişaf eləməyib. Amma Özbəkistanda çox inkişaf eləyib. Ona görə ki, bizim o hərflərimiz, səslərimiz saxlanılıb, beyni saxlanılıb. Evet. Ali Emirov'la birlikteydik değerli Karavanla Sanat izleyicileri. Güzel bilgilerinden yararlandık. Şiirlerinin duygularını dinledik ve duygulara ortak olduk. Son bir mesajınız, son bir sözünüz var mı izleyicilerimize? Türkiyəli qardaşlarımıza, arkadaşlarımıza deyirik, əzizlərimi qucağıma, bağrıma basıram. Mən oranı sevirəm, onları sevirəm. Kim ki özün Türkiyəyə sadiq hesab edirsə, o sözsüz ki, Azərbaycan da sevir. Buna heç bir sözüm yoxdur. Allah sizi qorusun. Siz bizim böyük qardaşımızsınız. Allah sizi var eləsin, möhkəm olun. Dünyada bizi sevənlər azdır. Türkün Türkdən başqa nə deyirlər? Dostu olmur. Ümumən. Biz böyük tarixi sınaqlardan keçmişik. Neçə yüz illər Türk aləmi olub, dünyaya türklərin gör nə qədər dövlətləri olub. Sayı hesabı yoxdur. Türk dövlətçiliyi hamısından qədimdir. Türk dili hamısından qədimdir. Əslində bunları gizlədirlər. İndi kimələrə də sərf eləmir. Allah sizi var eləsin, həmişə xoş günlər qismət eləsin. Deyək, gülək, amma vətənimizin keşiyində duraq. Türk dünyası inkişaf etməlidir. Bundan da qat-qat çox inkişaf etməlidir. Amin. Və ancaq bunu arzu eləyək və buna təkcə arzu yox, buna çalışmaq lazımdır. Evet. Bütün var qüvvəmizlə. Amin. Sağ olun, var olun. Mən sizə də minnətdaram. Əziz dostumuz, qardaşımız. Biz sizinlə fəxr edirik. Sumqayıt Dostlar Klubu sizinlə tanış olmağına çox sevinir. Həmişə sizin adınız bizim dilimizdədir. Sağ olun. Ben de danış olduğum için çok yaşayayım. Evet değerli Karavanla Sanat izleyicileri, bir programımızın daha sonuna geldik. Başka bir programla buluşmak üzere. Hoşça kalın.